Bel ağrıları yaşayan hər insanın ilk ağlına gələn və ətrafdan eşitdiyi, görəsən belimdə qrija var və yaxud da ağrıların səbəbi disk yırtığıdır. Gəlin bu mövzuya birlikdə aydınlıq gətirək. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanların 40-60%-də heç bir simptom olmasa belə radioloji görüntüləmələrdə disk yırtığı aşkar olunur. Yəni buradan belə başa düşürük ki, hər disk yırtığı ağrıya səbəb olmur və yaxud da tam əksinə hər bel ağrısının səbəbi disk yırtığı deyil. Bəs bel ağrısının digər səbəbləri nələrdir? Bel ağrısının səbəbləri arasında revmatizmal xəstəliklər, iltihabi vəziyyətlər, tümörlər, ağır fiziki iş, ani hərəkətlər nəticəsində bel əzələlərində yaranan gərginlik, bel və ya qarın əzələlərindəki zəiflik, əzələ disbalansı, onurğa problemləri, psixosomatik faktorlar, stres faktorları, düzgün olmayan duruş, uzun müddətli ayaq üstə qalmaq və ya oturmaq kimi səbəbləri saya bilərik. Əgər siz də davamlı olaraq bel ağrılarından əziyyət çəkirsinizsə, xronik hala keçmədən vaxtında mütəxəssisə müraciət edib peşəkar müalicə üsullarından istifadə edərək sağlamlığınıza qovuşa bilərsiniz.